Azərbaycanda xalq sənətkarlığının dərin və zəngin ənənələri mövcuddur və miskərlik sənəti də istisna deyil. Azərbaycanda miskərlik sənəti ilə məşğul olunan ayrıca küçələr deyil, ayrıca miskərlik şəhəri də olmuşdur. Belə şəhərlərdən biri Şamaxı xanlığına daxil olan Lahıc idi. Lahıc Azərbaycanın miskərlik krallığı, qədim sənətlər mərkəzidir. Lahıcın mis qab-qacağı həm yerli sakinlərin evlərində, həm də muzeylərdə özünə layiqli yer tapmışdır. Məsələn, Luvrda bu qab-qacaqlar nümayiş olunur. Berlində Azərbaycan silah hazırlayanların ornamentlərlə bəzədilmiş tüfəng, qılınc və xəncərlər sərgilənir. Lahıcda mis istehsalının ənənəvi üsulları bugün də qorunub saxlanır. Mis istehsalının inkişafı bir sıra digər yardımçı sənət növlərinin meydana çıxmasına səbəb olmuşdur. Dəmirçilik, konservləşdirmə, kömür istehsalı. Ümumilikdə 19-cu əsrdə Lahıcda 40-dan çox əsas və yardımçı sənət növləri inkişaf etmişdir. Lahıcın miskərlik sənəti 30 noyabr 4 dekabr 2015-ci il tarixində Namibiyada keçirilmiş qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir. Lahıc miskərlik sənətinin UNESCO-nun siyahısına daxil edilməsi Azərbaycan xalqının qədim mədəniyyət ənənələrinin qorunub saxlanmasına, gələcək nəsillərə ötürülməsinə, eləcə də qədim qəsəbənin sosial-iqtisadi inkişafına töhfə verəcəkdir.